xanımlar, biz analar üçün ən böyük problemlərdən biri də uşaqlarımızın yemək yeməsidir. Vaxtında yemir, mən bişirdiyim yeməklər xoşuna gəlmir, bəyənmir və s. və ilaxır. Amma özümüz istəsək hər şeyə nail ola bilərik. Bir balaca vaxt ayırmaq lazım. Uşaqlarımızı yanımıza çəkib, onlarla gözəl bir həm nahar, həm də şam yeməyi hazırlayarıq. Amma onların istədiyi kimi. Yəni, əgər hamburger və yaxud da pizza və yaxud da digər yeməkləri sevirlərsə, hansısa restorana gedib hazırlamaqla yox, ev şəraitində, evdə olan ərzaqlarla onlar üçün həm də oyun oynayaraq hazırlayaq. Hə, Dilək? Hazırlayaq biz də. Bugün biz Diləklə hamburger hazırlayacağıq. Amma bu elə-belə hamburger olmayacaq, Dilək. Bilirsən də, biz oyun oynayaraq hazırlayacağıq. Oyunumuz nədən ibarətdir? 2 qutumuz var. Bunu evdə əlinizin altında olan hər bir şeylə əvəz edə bilərsiniz. Yəni, balaca bir qutu ola bilər, hansısa bir qab ola bilər, yəni qapalı bir qab olsun yetərlidir. Bax, 2 qutuda, Dilək, indi masanın üstündə gördüyün ərzaqlardan fərqli şəkillər olacaq. Biz oyunumuza başlamaq üçün əvvəlcə çörəklərimizi götürək. Buyur, bax, bu sənin çörəyin. Bu da mənim çörəyim. Çörəklərimizi götürürük və indi qutularımızı qarışdıracağıq. Hamburgerə birinci nə edirlər? Ya mayonez, ya da ketçup. Ketçup. Belə eləyək. Deməli, qutumuzda birində mayonez var, birində də ketçup var. Hə, mən indi qarışdırıram, Dilək. Hansı qutunu seçəcəksən, fikirləş. Bu olsun. Bunun içində nə var? Mən bilmirəm ki, nə var. Mayonez. Diləyə mayonez düşüb. Təbii ki, mənə də ketçup düşüb. İkinci mərhələdə nə olacaq? Onu görəcəksiniz. Diləkdə kahı çıxır. Üçüncü mərhələdə görək nə çıxacaq. Diləyə toyuq əti düşüb. Əla. Təbii ki, Diləyin da kalbasa dilimləri düşüb. Yoxsa sükkən. İndi 4-cü mərhələdir. Qutuları yenə qarışdırıram. Aha, Diləkdə nə çıxdı? Ağ pendir. İndi sən ağ pendirlərini düzəld ora. Təbii ki, mənim bəxtimə də çox sevdiyim Holland pendiri çıxıb. Əla. Hə, gəldik, çıxdıq 5-ci mərhələyə. Nədir o? Xiyar, mən favidim. Növbəti mərhələdir. Qarışdırırsan, mən qarışdırım. Diləyə biber düşüb, mənə isə zeytun. Dilək, bu nədir? Necə yiyəcəksən bunları? Yes! Bu da bizim hamburgerlərimiz. Mənim çox səliqəli, qəşəng hamburgerim var. Diləyin hamburgeri isə dəhşətdir. Diləyin mənim hamburgerimə gözü düşüb, ona görə də məsləhət görür ki, dəyişək. Buyur. Biz yeməyimizi bugün belə hazırladıq və qızım da çox ləzzətlə yedi. Siz də belə eləyin ki, uşaqlarınız həm öyrənsin, həm əylənsin, həm də doyunca yesin. Bu arada Simit Saraya dərin təşəkkürümüzü bildiririk. Hə, Dilək? Hə.